Salam, hər vaxtınız xeyir olsun dostlar. Bu dəfə tamam fərqli bir mövzuya toxunacağım. Təxminən 3-4 gün olar. Hamının Targoviç kimi tanıdığı Nizami küçəsində gəzintiyə çıxmışdım, axşam saatları idi. Və doğrusu Targovunu indiyə qədər belə görməmişdim. Bizim qadınlar müəyyən üzdən İraqda deyə bilərik və yaxud da bir çoxlarının təbirincə seks biznes işçiləri də deyə bilərik. Qadınlar təbii ki dırnaq içərisində ərəb ovuna çıxmışdılar. Bu da dırnaq içərisində. Onları görəndə məni heyrət bürüdü. O mənada ki ənənəvi taktikalardan tamamilə fərqli bir yol seçmişdilər və gördüm ki Həbibi deyə hətta bir neçə cümlə ərəb dilində istifadə edərək ərəblərlə dialoqa girirlər, onlarla qiymət razılaşması edirlər, qiymət danışırlar və bir növ belə deyək, ərəblərin Azərbaycana turist axını fahişələri, seks biznes işçilərində dil öyrənməyə vadar edib. Və bu məndə müəyyən qədər ikrah hissi doğurdu mənada ki, yəni sən İslam qaydalarını, İslamiyyəti öyrənmək üçün ərəb dili öyrənə bilərdin. Yəni bu İslamın dilidir, Peyğəmbərimizin dilidir və sən onu tamam başqa məqsədlər üçün, çirkin məqsədlər üçün, çirkin yolla pul qazanmaq üçün istifadə edərək öyrənirsən və bunu eləyənlər bizimkilərdir, yenə də dırnaq içərisində. Açığı adamın heysiyyatına toxunur, qüruruna toxunur və eyni zamanda heyrət eləyirsən. Heyrət eləyirsən ki, deməli o insanların dil öyrənib, oxuyub, təhsil alıb, başqa səviyyələrə, daha yüksək, daha ali səviyyələrə gələ biləcək kapasitəsi, potensialı, beyni var imiş. Ancaq vaxtında oxumayıblar və həyatın müəyyən ağır sınaqları qarşısında büdrüyərək tamam fərqli yollara düşüblər. Amma bu yollarda da həmin yolun yolçular arasındakı amansız rəqabət onları ərəb dilini öyrənməyə gətirib çıxarıb. Açığı dost tanışdan, qohum qardaşdan eşidirdim ki, ərəb ovuna çıxanlar, xüsusən də Nizami küçəsində ərəb ovlayan belə dırnaqarası qadınlar var. Ancaq bu dərəcədə olduğunu, bu qədər çox olduğunu bilmirdim. Həbibi deyə və yaxud da ki, assalamu aleykum, o da deyir aleykum salam. Necə ki, biz müsəlmanlar bir-birimizə müraciət edirik, onlar da öz qurbanları ilə, dırnaqarası qurbanları ilə bu cür diyaloqa başlayırlar. Sonra deyir, keyfə halükə, bunu fahişə deyir, məsəl üçün, o da qayda bir xayr, şükran, sələmə və yaxud da həbibi, sevgili mənasında, yəni hansısa mən də bilmirəm. Və bütün bunlar insanda müəyyən dərəcədə bir ikrah hissi oyadır və hiss eləyirsən ki, artıq cəmiyyət get-gedə pozulur və pozulmanın həddi də son dərəcə yüksəkdir. Ən əsası burada bir nüansı qeyd edeyim. Həmən qadınların yaşı heç də 30-dan yuxarı deyildi. 20-dən yuxarı idi, 20-30 arasında idi və bu da dəhşətli bir mənzərədir. Hətta onlar ərəblərlə əvvəlcə oturub çay süfrəsində çay içirlər, onun pulunu da ərəblər ödəyir. Bu müddət ərzində qiymət razılaşmaları olur. Gördüklərimi deyirəm.
razılaşmasalar stoldan qalxırlar. Bax belə. Yəni indi sən ailənlə də gecə vaxtı, gecə 10-11 arası Bakının Targov küçəsinə, Nizami küçəsinə çıxmağa ürək eləmirsən. Çünki gözün bu cür idbar mənzərələrlə rastlaşır. Mənim bu cür hallara münasibətim təbii ki mənfidir. Bəs sizin münasibətiniz necədir? Elə onu şərh bölməsində yazın. Siz nələrin şahid olmusunuz? Siz nələr görmüsünüz? Şərh bölməsində yazın ki, hər kəs xəbərdar olsun. Sağ olun, salamat qalın. Kanalımıza abunə olmağı da unutmayın.